Salam, bugün ən çox qarışdırılan for və since qaydasını izah edəcəm. For və since qaydasını izah edərkən birinci gəlin biz fordan başlayaq. For nə zaman istifadə olunur? For müəyyən bir müddəti, time periodu göstərən zaman istifadə olunur. Bu nə deməkdir? Baxın, burada nümunə yazılıb. I have lived here for 5 years. Mən burada 5 ildir ki, yaşamışam. Artıq burada 5 il söhbəti gedir və bu 5 il dəqiq olaraq neçənci illəri əhatə edir, neçənci illər çərçivəsində olub bilinmir deyə fordan istifadə edirik. Yəni dəqiq bir müəyyən bir müddət bilinmirsə, biz fordan istifadə edirik. Ancaq ki, məsələn burada bir nümunəyə də baxaq. She has been studying for 2 hours. O 2 saatdır ki, oxuyur, öyrənir, 2 saatdır və bu 2 saat hansı müddəti əhatə etdiyini bilmədiyimizə görə artıq biz buradan fordan istifadə edirik. Bir müəyyən bir müddətdən gedir söhbət, amma hansı bir müddəti əhatə etdiyini biz bilmirik. Since nə zaman işlənir? Since müəyyən bir başlanğıc vaxtı göstərir. Artıq biz dəqiq bilirik ki, söhbət hansı zaman aralığından gedir. Məsələn, since plus, yəni üstəgəl tarix, gün, vaxt artıq dəqiq müəyyən olunub. Məsələn, I have lived here since 2010. Mən burada 2010-cu ildən bəri yaşayıram. Deməli, burada artıq since 2010, yəni dəqiq bir müddət bildirir deyə biz since istifadə edirik. Və yaxud da she has been studying since morning, səhərdən bəri oxuyur. Söhbətin hansı zaman müddətindən getdiyim bəllidir, səhərdən oxuyur, bəli, bu formada işlənir. Yəni burada for bir müddət bildirir, since başlanğıc müddəti bildirir. İndi gəlin testlərlə tanış olaq. Baxın, 10 il. 10 ildir ki, deyir onu tanıyıram. 10 il hansı il ilə əhatə edir, neçənci illərə əhatə edir? Biz bir fikrimiz yoxdur bu haqda. Onda A variantı düzgün olur. Dəqiq müəyyən bir vaxt, başlanğıc bir vaxt müəyyən deyilsə, biz fordan istifadə edirik. Daha sonra 2018 dəqiq bir müddət göstərilir. Ona görə biz burada since-dən istifadə edirik. Digər tərəfdən 3 ay, 3 ayda biz bilmirik ki, hansı aylar əhatə edir, dəqiq müəyyən bir müddət deyil. Ona görə for və last summer isə keçən yaydan bəri bir-birimizi görmürük. Hansı müddətdən söhbət gedirsə bilinir, ona görə cavab B variantıdır.